Sizə neçə dənə tövsiyə edirəm inşallah bu cümə. İlk tövsiyəm budur, bu ayın ehtiramını saxlamaq, Rəcəb ayının ehtiramını saxlamaq. Necə ehtiramını saxlaya bilərsiniz? Rəcəb ayının ehtiramını saxlamaq, Rəcəb ayına xüsusi hörmət eləmək, hiss etdirmək cəmiyyətə ki, Rəcəb ayı daxil olub. Necə Ramazan ayı gələndə xüsusi bir ab-hava yaranır, görsən namaz qılmayanlar hətta belə oruç tutmağa başlayır. Rəcəbdə də bu ab-havanı yaratmaq lazımdır. Bu da bir növ ehtiramdır. Tövsiyəm isə iftar süfrələri verin. İftar süfrələri açın. Qoy insanlar təşviq olsun bu ayda oruç tutmağa. Qəzası olanlar qəza tutsun. Qəzası olmayanlar müstəhəbbi oruç tutsun. Qəzası olanlar müstəhəbbi oruç tuta bilməz. Məsələn, qəzan varsa, get qəzavı tut. Bu ayda elə qəzavı da tutsun, Allah bu ayın feyzindən səni məhrum eləməz, narahat olma. Tövsiyə edirəm qardaş bacılarıma, bu ayın zikirlərini, dualarını, namazlarını biri digərinizə tövsiyə edin. Bu ayla bağlı sosial şəbəkələrdə paylaşımlar çox edin. Qoy insanlar bu ayla tanış olsunlar. Hədisdə var, Allahın seçilmiş ayıdır Rəcəb ayı. Və huvə şəhrullah, Allah ayıdır bu ay. Mən əzzəmə şəhrə Rəcəb ki, bu ayın ehtiramını saxlasa. Fəqət əzzəmə əmrəllah. Elə o Allaha ehtiramdır. Allaha hörmət bəsləməkdir. Hərdən görsənə bir nəfər deyir, filan kəsi sənə tapşıram. O filan kəsi necə davranırsansa elə o tapşıranla o cür davranırsan. Düzdür. Ona ehtiram elə o filan kəsə. Kim ki onu sənə tapşırıb ona ehtiramdır. Kim bu ayın hörmətini saxlasa elə Allahın ehtiramını saxlayıb. Mən əzzəmə əmrəllah ədhələhu cənnatin nəim. Allah da mükafat olaraq onu cənnətün nəimə aparar. Neymətlər olan cənnət. Cənnətün nəim də əhl-i beytin, imamətin olduğu bir cənnət. Cənnətün nəim odur. Yevmizin lətus'əlunə ənin nəim. Qiyamət günü neymətlər haqqında sorğu-sual olunacaqsınız. Sual verdilər məsumlara ki, neymətlərdən məqsəd dedi, bizik, biz. Çünki neymətin tamamı imamətləndi. Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum neyməti. Neyməti o gün tamamladım. Cənnətün nəim də əhl-i beytin, imamətin olduğu cənnətdir. Çünki cənnətin dərəcələri var, hamı bir yerdə olmayacaq ki, Allah deyib, bu ayın ehtiramını qorusun, səni əhl-i beytlə məşhur edərəm. Əhl-i beytlə birgə olmaq cənnətdə, elə dünyada birgə olmaqda onlarla. Yəni, bu ayın ehtiramını qoruya bilsək, saxlaya bilsək, elə İmam Zamanla əhl-i beytlə ünsiyyət qurmuş olarıq. İnşallah, baxda düşünün, qardaş bacılarım. Və əvcəbə ləhu rizvanəhul əkbər. Allah deyir, ondan razı qalar. Allahın razı olduğu bəndə olar. Allahın kim ki Allahdan razı qaldı, hədislərdə var ki, kimi Allah kimdən razı qalsa, müstəcəbud dəva olar. Allah onun dualarını qəbul edər. Hədislərin içində bu sözlər gəlib. Yaxşı. İlk deyəcəyim söz sizə bu olsun. Bu ayın ehtiramını saxlayın, hamılıqla. Paylaşımlar edin. Bu ayın zikirlərini paylaşın. Bu ayda iftarlar verin. Bu ayın dualarını deyin, bir digərinizə, namazlarını və s. Bu ilk tövsiyəm sizə. Bugün. Və hətta Peyğəmbərin sirəsidir, biləsiniz. Peyğəmbər Rəcəb ayı gələndə xüsusi neynəyərmiş? Bir ab-hava yaranması üçün səy göstərirmiş. Hədisdə var ki, deyilir ki, Rəcəb ayı daxil olardı. Peyğəmbər İzə cəə şəhr Rəcəb, Rəcəb ayı daxil olanda Peyğəmbər yığarmış cəməli muslimun həvləhu, ətrafına yığarmış müsəlmanları, qamə fihim xətibən, xütbə eləyərmiş. Xütbə eləyərmiş Rəsul-i Əkrəm. Deyərmiş, əyyuhəl muslimun, ay müsəlmanlar, qad əzəlləkum şəhrun əzim, mübarək. Əzəmətli və bərəkətli və mübarək bir ay sizə bu. Çox bərəkətli aydır. Və huvə şəhrul əsəb yəsubbu fihi ər-rəhmə ələ mən əbədah. Rəhmət aydır bu ay. Rəhmət göydən yağır. Kim üçün? Ona əbd olanlar üçün. Əbd ola bilsə insana gəl Allaha. Birinci tövsiyə.
Bu ayın ehtiramını saxlamaq. İkinci deyəcəyim məsələ. Bu ay müqəddimədir. Üzümüzə gələn bu 2 ay, Rəcəb ayı və Şaban ayı müqəddimədir Ramazan ayına. Bu 2 ay. Üçüncü məsələ deyəcəyim məsələ. Əmirül Möminindən hədisdir. 2 cür gəlib bu 3 ay haqqında hədis, birini bugün deyirəm sizə. Əmirül Möminin buyurur, Şəhru Ramadan, Şəhrullah. Ramazan ayı Allahın ayıdır. Şəhru Şəban, Şəban Şəhru Rasulillah. Şəban ayı Peyğəmbərin ayıdır. Və Rəcəb Şəhru və Rəcəbu Şəhri. Rəcəb ayı mənim ayımdır. Diqqət edin. Rəcəb ayı Əli əleyhissalam deyir mənim ayım. Şaban Peyğəmbərin ayı, Ramazan Allahın ayı. İmamət, nübüvvət, tohid. Tohidə gedən yol nübüvvətdən, nübüvvətə gedən yol imamətdən keçir. Bir də maraqlı hədis istəyim də burada sizə. Məşhur hədisdir. Əhl-i sünnə mənbələri çoxdur. Məsələn, Əhl-i sünnə alimlərindən Zəhəbi Tarixul İslam kitabında deyir. Ənə Mədinətul elm Peyğəmbərdən nəql edirdi. Peyğəmbər deyir, mən elmi şəhəriyəm və Əliyyun babuha. Əli qapısıdır. İndi bu hədisi gətirin, bu bir hədisdən yan-bayan qoyun. Nə başa düşəcəksiniz? Mən elmi şəhəriyəm Peyğəmbər deyir. Qapısı Əlidir. Rəcəb Şaban ayının qapısıdır. Şaban ayda Ramazana tərəf insan sanki üz tutur. Nəzər alın, bir evdir, qapısı var. Rəcəb ayında qapını döyürük, Şaban ayında qapı açılır, Ramazan ayında ilahi süfrə açılır, həmən süfrədə mənəviyyat və mərifət və elm. Rəcəb ayından Şaban ayına, Şaban ayından Ramazan ayına daxil olursan. İmamət, nübüvvət, tohid. Rəcəb ayı Şaban ayının qapısıdır. Mən elmin şəhəriyəm. Əli qapısıdır onun. Bir ev var, bir qapı var, bir elm, mərifət var. Qapı Əmirül Möminin. Ev Peyğəmbər, şəhər Peyğəmbər. Elmdə mərifətullahdır, ilahi mərifətdir. Nə qəşəng. Bu 2 hədis bir digərini izah edir. Ya Allah, buyurun, Bismillahirrahmanirrahim. Ramazan ayına daxil olmaq istəyirsə, birinci elə qapını döyəsiniz. Bu ay qapını döyün. Rəcəb ayı Şabanın qapısıdır. Döyün qapını. Döymək lazımdır qapını. Qapını necə döyəcəyik? Mən çalışıram sizə çox sadə, rahat dillə danışım. Belə çətin olmasın da, deyəsən belə danışdım, biz başa düşmədik, yox. Qapı necə döyəcəyik? Rəcəb ayında çox zikirlər, ibadətlər tövsiyə olunub. Amma gedin, açın marifi, İslam marifini, alimlərin bir dənə fikrini yığın bir yerə, mən toparlayıb yapsa qısa bir-iki cümlə ilə deyirəm. Ən mühüm əməli Rəcəb ayının istiğfarı tövbədir. Tövbə ilə qapını döyün. Soruşsunuz ki, Rəcəb ayında neyniyəcək? Deyəcəm sizə, orucu tutacaq, namaz da qılacaq, zikir də eləyəcək mənim qardaşlarım, bacılarım. Söhbət bundan deyil. Amma mərkəzə gətirirlər, istiğfarı qoyurlar. Tövbə, tövbə. Hədisə baxın. Peyğəmbər buyurur, əksiru minəl istiğfar fi şəhr Rəcəb. İstiğfarlarınızı çoxaldın Rəcəb ayında. İkinci hədis Peyğəmbərdən. Rəcəb şəhrul istiğfar li ümməti. Rəcəb ayı istiğfar ayıdır. Fikir verdiniz hansı ayıdır? Elə bir ki, Rəcəbin ibadətləri çoxdur, amma adını nə qoydular? İstiğfar ayı. Tövbə ayı. Görsən bir insan həm səxavətlidir, həm həlimdir, nə bilim belə deyək, həm dözümlüdür, həm fədakardır, amma ondan danışanda bir xüsusiyyətin daha çox qabardırlar. Deyirlər, çox səxavətlidir. Bütün xüsusiyyətlər onda var, amma biri daha çox qabarıb. İndi ya mühit onu o cürünə cilvələndirdi, ya hadisələr onu, imtihanlar onu, onun o potensialını aktuallaşdırdı. Səxavəti daha çox qabardı, çıxdı önə. Bu ayın adını bizə istiğfar ayı kimi təqdim edirlər. Yəni bu qapını döymək istəyirsə istiğfarla döyəcəksiniz. Tövbələrlə. Hansı tövbələr, hansı zikirlər? Biraz asanlaşdırdım sizin üçün.
İlk öncə özümə tövsiyə edirəm, daha sonra sizə. Hansı tövbələr eləyəyin? Müxtəlif zikirlər gəlib. Birinci, 1000 dəfə bir ayda. Yəni, bir ay içində, Rəcəb ayının bir ayında 1000 dəfə bu tövbə zikrini eləyərsiniz. Hansıdır? Əstəğfirullah, Zəlcəlal, vəl-ikram min cəmi'əz zunub vəl-asam. Allahım, sənə pənah aparıram, sən cəlal və kərəm sahibisən, bütün günahlardan və pis əməllərdən. İnşallah mən xahiş edərəm, bu zikirləri yazsınlar dostlar, səhifədə paylaşsınlar. 1000 dəfə bu zikri deyərsin inşallah. Bu da tövbədə gördünüz. Allah səndən istəyirəm, əstəğfirullah, bağışlanmaq istəyirəm. Başqa bir tövbə ilə bağlı zikir. Səcdə deyərsin bunu, səcdə. İmam Səccaddandır. Gedirsən səcdəyə Rəcəb ayında. Əzuməz zəmbu min abdik, fəliyuhsinil əf min indik. Allahım, sənin əbdün çox günah elədi. Əff eləmək də sənə məxsus. Əff elə məni. Əbdün çox günah eləyir. Sən də məni əff elə. Bağışla. Bunu səcdə deyirsiniz. Bu da istiğfardır. Üçüncü istiğfar. Əstəğfirullahəl-ləzi la ilahə illə huvə vəhdəhu la şərikə ləh və ətubu iləyh. Ətubu iləyh. Bu da bir tövbədir. İnşallah paylaşarlar dostlar. Bir qapını döymək istiğfardır. İstiğfarla qapını döymək. Bir də namazları var bu ayın. Paylaşsınlar bunu deyərəm mən. İnşallah narahat olmayın. Elə indidən hamısını deyirəm ki, paylaşsınlar sizə. Namazları var bu ayın. Bir dənə xüsusi namaz var, onu deyirəm sizə inşallah. Hər gecə şam xiftə namazına sonra qala bilərsiniz. 2 rikətdir. Hər rikətdə həmd, 3 dəfə ixlas. Bu gecə namazını qılıram deyirsən, qürbətən Allah. Və namaz bitəndən sonra, salamlardan sonra duanı oxuyursan. Hansı duadır? Qoy oxuyun bunu. Amma bu duanı əllərini qaldırırsan, oxuyursan. İnşallah bu duanı oxusuz, bu namazı qılsız, duavuz qəbul olar. Hansı bir hacətiniz varsa, bu namazla hacətinizi ala bilərsiniz. La ilahə illallah, vəhdəhu la şərikə ləh, və ləhul mulk, və ləhul həmd, yuhyi və yumit, və huvə həyyun la yamut, biyədihil xeyr, və huvə alə kulli şeyin qadir, və iləyhil məsir, və la havlə və la quvvətə illa billahil aliyyil əzim, Allahümmə sallə alə Muhammedin nəbiyyil ummi və alih. İnşallah oxuyarsınız, bu namazı da qılarsınız. Ondan sonra hədisdə var ki, elə ki, əlləri açmısan, bu duanı bitirən kimi üzvə sürtürsən belə inşallah. Sürtəndən sonra deyir, duan qəbul olar. Allah 60 həcc, 60 ümrənin savabını verər sənə. Belə bərəkətli bir namazdır. Belə bir bərəkətli namazdır inşallah. Bir neçə tövsiyə edirəm yenə də. Digər 4-cü tövsiyəm. İnşallah bu gecə nəsib olsa, əhya saxlaya bilirsiniz, əhya saxlayarsınız. Bu gecə. Əmirül-Müminin deyib, bacarsınız bu gecə əhya saxlayın. Neyiniyin bu gecə? Deyir, minət dua və səlat və tilavətil Qur'an. Dua, namaz və Qur'anı tilavət eləməklə keçirdim bu gecəni. Bu da bir tövsiyə. Sabah nəsib olsa, hədisdə var, İmam Hüseyin ağanı ziyarət eləmək. İndi o kəslər ki, kər və bəlalıdırlar, Allah qəbul eləsin, biz də dua eləsinlər. O kəslər ki, indi buradadılar, deyirsiniz, biz necə edik, indi Kərbəla necə gedir? Hə, gedə bilməyənlər üçün də burada bir kəlmə var, onu 3 dəfə düşsəz, elə bir İmam Hüseyini ziyarət eləmiş olarsınız. O nədir? Hədisdə var, sallallahu aleyk ya Əba Əbdillah, 3 dəfə düşsəz, elə İmam Hüseyini ziyarət eləmiş kimisiniz. Sallallahu aleyk ya Əba Əbdillah 3 dəfə. İnşallah. Kim o gün İmam Hüseyini ziyarət eləsə, qəfərəllah ləh əlbəttə. Hədisin axırı belədir. Allah deyir, onu bağışlayar, əlbəttə bağışlayar. Allah onu bağışlayar. Mən bir dəfə maraqlı bir söz deyim. Ümumiyyətlə, əlamətlər günlərə baxın. Hara baxırsa İmam Hüseyinlə bağlı bir söz deyiblər. Hara baxırsa İmam Hüseynə bağlı bir söz deyiblər. Qədir gecəsi də İmam Hüseyini ziyarət ediyor. Harada baxırsan xüsusi günlər, orada İmam Hüseyini ziyarəti var. Ərəfə günü, Qurban bayramı, İmam Hüseyini xüsusi ziyarəti.
Çünki sanki Allah istəyirsin ki, İmam Hüseynə borclusunuz. Bu ayların yaşanması İmam Hüseynə borclusunuz. İmam Hüseyn o Avşarada qanı tökülməsəydi, canını verməsəydi, bu aylar yaşamazdı. Ona görə o günü unutmayın İmam Hüseyni. Rəcəb ayında da İmam Hüseyni unutmayaq. Halımız necə olsun? Halımızı da deyim. Rəcəb ayında halımız necə olsun? Özümüzü Allahın huzurunda hiss edək. Bunu bacararıq. Heç olmasa bu aylar. Allahın huzurundayam. Fikir versən, toyda olur ya, adam indi restoranda oturanda, eləyəndə toyda. Kamera gələn kimi özünü yığışdırır. Baxan var, baxırlar, ayıbdır məsələn. Özümüzü belə yığışdıraq Allahın huzurunda. Ayıbdır, baxır bizə. Görür bizi. Gecədə heç kəs görməsə də o görür. O görür. Gecə şahiddir buna. Yer şahiddir buna. Mələklər şahiddir buna. Allah şahiddir buna. Görür bizi. Peyğəmbər buyurur, bir məqam var ki, o məqama yetişmək istəyirsən, ən tə'budallah kəənnəkə tərah. Allaha elə ibadət elə ki, sanki onu görürsən. Bu çətin oldu. Deyir, biraz çətin oldu. Deyir, onda və illəm təkun tərah fə innəhu yarak. Görə bilmirsənsə onu, qəlb gözlərindən söhbət gedir. Onda heç olmasa bunu bil ki, o səni görür. Bunu ki, o mümkündür də. Bunu hiss elə ki, o səni görür. Allahın huzurunda özümüzü hiss eləsək, özümüzə qarşı diqqətli olarıq. Özümüzə diqqət eləsək, özümüzü paklayarıq və özümüzü pak saxlayarıq. Elə ki, özümüzü pak saxladıq, asta-asta Allah ayına, Ramazan ayına yaxınlaşarıq. Paklaşa. Bu da çox mühümdür. Və digər tövsiyəm, bu ayın oruclarına diqqət edin. Bu ayın oruclarına diqqət edin. Bu ay nə qədər bacardınız, da indi özünüzü yormadan oruclar tutun. Onlar ki, keçən ildən qəzaları qalıb, kişi qadınlar o qəzalarınızı tutun Ramazana qədər. Saxlamayın. Ümumiyyətlə, qəzası olanlar qəzalarını tutsunlar. Bu mühümdür. İşte birdən Allah canımızı alsa, qəzalarımız boynumuzda qalsa, Allah nə cavab verəcək? Asandır bu cavab vermək, ya çətindir. Onun gibi qəza oruçlarımızı kimin varsa tutsun. Olmayanlar da müstəhəb oruç tutacaq. Müstəhəb oruç. Allah qəbul etsin. Lap gözəl. Və xüsusilə də bu da son inşallah bugün Rəcəb ayının gecələrini qənimət bilin. Hər gecə bir mələk var ki, o mələk Ramazan ayının gecəsi ki daxil oldu, daha doğrusu Rəcəb ayının gecəsi ki daxil oldu, o mələk nida eləyər. Fəizə dəxələ şəhrur Rəcəb yunadi zəlikəl mələk kullə leylə minhu ilə səbah. Gecədən sübhə qədər mələk nə deyər? Bir nida eləyər Allah tərəfindən. Nə deyər? Tuba liz-zakirin, zikr edənlər, xoş olsun sizin halınıza. Tuba li-ta'in, itaət edənlər, əhsən sizə. Yəqulullah Teala, Allah nə deyər? Ənə cəlisu, mən caləsəni. Kim məndən oturmaq istəsə, oturaram onunla. Hərdən bir nəfər deyir, vaxtım var, oturaq. İndi o özü sənə deyir ki, vaxtım var. Haçan istəyən gəl oturaq. Allah Rəcəb ayına deyir, ənə cəlisu mən caləsəni. Kim mənə oturmaq istəyir, həm söhbət olmaq istəyir. Mən hazıram. Buyur, gəl. Buyur, bismillah, xoş gəlmişsən. Gəl oturaq. Gəl həm söhbət olaq. Və muti'u mən əta'ani. Kim mənə qulaq assa, mən də onun istəklərini həyata keçirdərəm. Xafiru mən istəxfərəni. Kim istiğfar eləsə, bağışlanmaq diləsə bağışlayaram. Əş-şəhru şəhri. Allah niyə belə eləyirsən? Elə bir sual verir. Bu qədər niyə də, yəni bu qədər rəhmət olar. Deyir, əş-şəhru şəhri. Ay mənim ayımdır. Vəl-əbdu əbdi. Bəndə də mənim deyil. Və rəhmətu rəhmət. Rəhmət də özümündür, özüm bilərəm. Fəmən dəani fi hazəş-şər əcəbtuhu. Kim dua eləsə cavab verərəm. Və mən səaləni ateytuhu. Kim nəsə sizə verərəm. Kim məndən hidayət istəyirsə, hidayət verərəm.
Və cəaltu hâzəş-şəhrə həblən beyni və beynə ibadi. Bu ay mənimlə bəndələrim arasında bir ipdir. Həblullahdır. Və ətəsimü bi həblillah. Quranda ayə var. İpdən möhkəm yapışın. Fəmən i'təsəmə bih və sələ iləyh. Kim o ipdən tutsa mənə qavuşar. Rəcəb ayı Allaha qovuşmaq üçün fürsətdir. Böyük fürsətdir. Kim deyir mənə qovuşmaq istəyir buyursun. Neçə dənə tövsiyə? 1. Bu ayın ehtiramını saxlamaq. 2. Bu ayın müqəddimə olmağını başa düşmək. Yəni, bu ay Ramazan ayı üçün bir müqəddimədir. Bizimizə gələn Rəcəb və Şaban ayı. Bu 2. 3. Bu ayda daha çox kökləndiyimiz məsələ istiğfar və tövbə. 4. Namazlarını qılmaq. 5. məsələ, İmam Hüseynin ziyarəti. 6. məsələ, bu ayın oruclarını tutmaq. 7. məsələ, üzümüzə bu gecə inşallah əhya saxlamaq. 8. məsələ, bu ayın, üzümüzə gələn ayın gecələrini qənimət bilmək, o gecələri bərəkətlə keçirtmək. Allah inşallah əlimizdən tutsun. Allah günahlarımızdan əff və qələm çəksin. Allahümmə inna nəsəlükə və nəduk bismikəl əzizəl əzəm, əl-əcəlləl əkrəm. Allah sənə and verəm izzətü və cəlalı və kərəmi və rəhməti və əllər ki sənə dərgahı və qaldırmışıq. İlk əvvəl duamız İmam-ı Zaman ağamızın zühurunu təcillə.